Video dərsimizdə yeni 6-cı sinif riyaziyyat dərsliyində düz üçbucaqlı prizmanın və silindrin həcmini izah edəcəm. Buradan bir çıxış edərək hər bir şagirdə təşəkkür edirəm. Kanalımı izləyən və dəyər verən hər bir şagirdə sonsuz təşəkkürlər. Sizin hər birinizin bir rəyi, bir necə deyərlər, like işarəsi mənim səhifəm üçün necə deyərlər, bu sosial şəbəkələrdə ilərləmək üçün bir mənəvi dəstəkdir və həqiqətən də sizin kommentlərinizi vaxtım olduqca oxuyuram, hər birini çalışıram ki, vaxt olduqca da sizin kommentlərdə istədiyiniz necə deyərlər, səhifələri sizlər üçün hazırlayım. Yenə də bu postumun altında da yenə hər birinizi gözləyirəm ki, mənə yazasınız, nələri istəyirsiniz. Gəldi indi düz üçbucaqlı prizmanın və silindrin həcmi mövzusunun izahına. Ümumiyyətlə yadınızda qalsın, istəyir silindrin həcmi olsun, istəyir düz üçbucaqlı prizmanın həcmi olsun. Yadınızda qalsın, bir dənə qaydamız var. S oturacaq vurulsun H. Yəni, mütləq şəkildə biz həmin fiqurun, oturacağındakı fiqurun sahəsini tapmalıyıq və hündürlüyünə, yəni yan tel hündürlüyünə vurmalıyıq. A bəndinə baxıram və bizə deyir ki, düz prizmanın həcmini tapın. Onu da baxıram. S oturacağının sahəsi onda belə olacaq uşaqlar. Üçbucağın hündürlüyü 2-dir, tərəf 5-dir, bölünsün 2. Bu oldu 5 sm kvadratı. Hündürlüyü isə uşaqlar 4 metrdir. Onda V'si olacaq 5 vurulsun 4, yəni 20 metr kvadrat. Uşaqlar, mən burada vahidlərdə... İndi keçdik B bəndinə. Baxın, üçbucaqda çəkilən S oturacaq verəcək. 6 vurulsun 10 böl 2, yəni 30 santimetr kvadratı. İndi baxın uşaqlar, hündürlüyü isə neçədir? 8. Onda V bərabərdir. S oturacaq vurulsun H. 30 vur 8. Bu isə sizə verir 240 santimetr kubu. Burada da başına kub yazaq. C bəndində də eyni. S oturacaq 4 vurulsun 6 böl 2. Üçbucağın sahəsi çünki nədir? Tərəf və bu tərəfə çəkilmiş hündürlüyün hasisinin yarısı. Yəni, bu sizə verdi 12 sm kvadratı. Hündürlüyə fikir verin. Hündürlüyümüz isə uşaqlar H bərabərdir 10 cm-dir. Onda V bərabərdir 12 vurulsun 10. O da sizə verir 120 cm kubu. Çalışma 2. 2-yə baxaq. Gəlin birlikdə. Çalışma 2. Deməli, oturacağını V'si verib 180 metr kubu. S oturacağının sahəsini tapsam, uşaqlar, deyir ki, boş xanaya bizdə burada S oturacağının sahəsi verilməyib. Yəni, 5 vur H böl 2. Bu isə 2.5 H eləyir. Söhbət bu H-da. Üçbucağın hündürlüyündən gedir. Baxın dostlar, bunu qarışdırmayın. Üçbucağın hündürlüyü. Aha. Və silindrin hündürlüyü isə 9 metrdir. V-nin düsturu bilirsiniz ki, S oturacaq vurulsun H-dır. Onda siz 180-i böləndə 9-a alacaqsınız 20. Bu olacaq prizmanın oturacağının sahəsi. Onda 2,5 vur H bərabərdir 20. Buradan H-ı da tapsaz olacaq 8 metr. Gəldik ikinci bəndi yerinə yetirək. Yəni, B bəndinin yerinə yetirək. V bərabərdir 96 desimetrin kubu. Üçbucağın hündürlüyü verilib 4 desimetr. Tərəfi verilməyib və silindrin, daha doğrusu prizmanın özünün hündürlüyü verilib ki, 8 desimetr. Onda V bilirsiniz ki, S oturacaq vurulsun H-dır. Yəni, üçbucağın yox, burada prizmanın hündürlüyündən gedir. İndi S oturacağım yoxdur. V'm var. 96 bərabərdir. S oturacaq vurulsun 8. Buradan S oturacaq alınır ki, sizdə 12 desimetr kvadrat imiş. Bayaq dedik ki, S oturacağımız nədir? Tərəf və bu tərəfə çəkilmiş 4 vurulsun A böl 2. Bərabər nəyə? 12-yə. Buradan A bərabərdir 6 desimetrə. Geçdik C bəndindəki sualla. C bəndində dostlar sizə deyir. Üçbucağın oturacağının sahəsi var. S oturacaq. 6 vur 3 böl 2. Yəni 9 cm kvadratı. Və V'miz var. 45 cm kubu. V nə idi? S oturacaq vurulsun H. H-ı da tapanda, yəni prizmanın H-ından burada söhbət gedir. V bölünsün S oturacaq. 45 bölünsün 9. Bu isə sizə verir 5 cm məsafəni. Gəldik eyni formada. Deməli, D bəndinə baxırıq. D bəndində sizə verilib oturacağı V'si verilib 198
Prizmanın özünün hündürlüyü verib 6. S oturacağın gəlin birinci sahəsini tapaq. 198-i böləcəyik 6-ya. 33 millimetr kvadratı. Üçbucağın sahəsi nə olacaq? 11 vurulsun h böl 2 bərabərdir 33. Buradan h-ı tapacam nə? 6 millimetr. Getdik silindrin həcm hissəsini işləməyə gəlin birlikdə. Eyni qaydada silindirdə də uşaqlar yadınızda qalsın. S oturacaq vurulsun h prinsipi ilə gedirik. Yəni V bərabərdir S oturacaq vurulsun h. Sadəcə silindrin oturacağı pi kvadratı olduğu üçün bu olur pi kvadratı h. A bəndindən başlayıram. Radius bərabərdir 1.5 cm, h bərabərdir 2 cm. Onda P'nin qiymətini verib, bəli, mörtəzə P'nin qiymətini sizə verib. Pi bərabərdir 3. Onda V bərabərdir pi r kvadratı vurulsun h. Yəni 3, radius 2-dir. Yox, 1.5-dir. 1.5-in kvadratı vurulsun 2. 3 vurulsun 2.25 vurulsun 2. 4.5, 13.5 santimetr kubu. Gəldik. Burada ikinci şəkildə uşaqlar fikir verin. Sizə silindirin dostlar diametrini verib. Diametrini veribsə tez buradan radiusu tapırsınız. Radius nəyə bərabərdir? 4 metrə. H bərabərdir 3 metrə. İndi V bərabərdir pi r kvadratı h. Pi, yəni P'nin qiyməti var 3. 4'ün kvadratı vurulsun 3. 9 vurulsun. Bu da edir 144 metrin kubu. C bəndi. Deməli uşaqlar h bərabərdir 52 santimetr. Radius bərabərdir 40 santimetr. V-ni soruşur. Yenə düstur yazıram. Pi r kvadratı h. 3 vurulsun 40'ın kvadratı vurulsun 52. 3 vurulsun 1600 vurulsun 52. Bu isə sizə verir 4800 vurulsun 52. 4852'ye vuranda, gəlin onu da hesablayayım sizlər üçün deyim. Yəni mən yanında kalkulatorla oldum bu dəfə, amma alt-alta da vurub hesablaya bilərsiniz. Bu da 249.600 santimetr kubu deməkdir. D bəndində də eyni qaydada gedəcəksiniz uşaqlar. Radius bərabərdir 60 cm, h bərabərdir 10 cm, V-ni soruşuruqsa 3, 60'ın kvadratı vurulsun 10. Bunu hesablayırsınız. 3 vurulsun 3600 vurulsun 10. Bu da 90, 108, yanında da 3, 0 şəklində olacaq. Deməli. Aha, gəlin. Açdıq. Aha, yeni səhifələri açandan sonra rahat yazaq. Aha, aha. Dördüncü çalışmaya gəlib baxıram. Yenə, baxın, dördüncü çalışmada mənə vedrənin diametrini verib 20 sm. Onda vedrənin radiusu nə olacaq uşaqlar? 10 sm. V-si isə 3000 pi santimetrin kubudur. İndi bu silindrin deməli S oturacaq vurulsun H, V idi. Və biz burada yazırıq. Pi r kvadratı vuraq h bərabərdir V-yə. Pi radiusun 10'un kvadratı vurulsun h bərabərdir 3000 pi. Deməli uşaqlar, deyirsiniz ay müəllimə, sağda solda pi var. Bu isə 100 vuraq h-dır. Bu isə 3000'dir. Buradan da 3000'ə bölsə, 3000'i 100'ə bölsə eləyəcək 30 santimetr. Gəldik B bəndində. Yenə silindrin həcmi verib 376 pi santimetrin kubu. Diametri verib 6 santimetr. Onda radiusu nə yazacaqsınız? 3 santimetr. Hündürlüyü soruşur. V bərabərdir pi r kvadratı h. İndi gəlin. Aha, heç yox idi səhifə açmağa. Elə bilim səhifə açacaq. Aha. Deməli yazıram. Onda pi-yə dəymirəm. Radius 3'ün kvadratı vurulsun h bərabərdir 376 pi. Sağımda solumda pi getdi. 9h bərabərdir 376. H bərabərdir 41 tam 9'da 37'də 4 dəfə 16 bir dəfə 9'da 7'yə. C bəndi burada. C bəndində V bərabərdir 15 pi, diametr verib 5 metr, onda radiusum olacaq 5 metr bölünsün 2, yəni 2.5 metr. İndi
V bərabərdir. İndi gəlin hesablayaq. Yenə baxın 15 pi bu həcmin özüdür. Pi 2.5-in kvadratı vurulsun h. Bu necə verir sizə? 15 pi burada da daha doğrusu gəlin pilərdə ixtisarlayım bərabərdir. 15 bərabərdir 6.25 h. Bu isə sizə verər 15-i 6.25-ə bölsək h-ım olacaq 2.4. D bəndi baxıram. Hündürlük bərabərdir 15 cm. Estağfurullah, odun parçasına gəlin baxaq. Odun parçasında V bərabərdir 11.520 pi santimetrin kubu. Diametri odunun 24 santimetrdir. Yəni radiusu 12 santimetrdir. Və salam. Pi vurulsun 12'nin kvadratı vurulsun h. Buradan da 11.520 pi'ye bərabərdir. Pi'lər getdi. 144 vur h bərabərdir 11.520. 11.520'ni bölürük 144'ə. Alınır. H bərabərdir 80 santimetr. 5-ci sual. Anar və Aynur şəkildəki düzbucaqlı formasının da kağızı silindr formasına bükdülər və oturacaqları kağızla örtdülər. Kağız hansı formada olsa hər iki silindrin həcmini, iki silindrin həcmi bərabər olar. Deməli, kağız kimin düzəltdiyi silindrin həcmi çox olar. Daha doğrusu bizə bunu dedi. Deməli, gəlin gedək 5-ci suala. Deməli, bizdə 2 nəfər şəxs var. Anar var və Aynur var. Anardan başlayaq dostlar, gedək. Anarda diametr 20 santimetrdir. Onda radius nədir? 10 santimetrdir. Hündürlüyü 25 santimetrdir. V bərabərdir. Onda pi r kvadratı vuraq h düsturumuzla yazsaq. Pi vurulsun 10'un kvadratı vurulsun 25. Bu isə sizə verir 2500 pi. Belə deyim. Digər yoldaşımız isə, Aynurumuz isə, uşaqlar düzbucaqlının uzunluğunu belə deyim, istifadə edib, yəni diametr olub 25, onda radius olub 25 bölünsün 2, hündürlüyümüz isə olub 20. V bərabərdir pi r kvadratı vuraq h. Düsturum dəyişmir, sadəcə insanlar dəyişir. Burada 625 bölünsün 4 vurulsun 20, burada getdi 5. Bu isə mənə verir 3125 pi. Deməli, kimin düzəltdiyi silindrin həcmi çoxdur? Aynurun. Burada daha çoxdur. Kağız hansı formada olsa hər iki silindrin həcmi bərabər olar. Deməli, 2500 pi üstəgəl 3125. Bu sizə verir 5625. Bunu 2 bərabər hissəyə bölsək, yəni 5625 santimetr kubu olsa kağızın həcmi, hər iki silindrin həcmini örtər. Belə. Geçdik 6-cı suala. 6-cı sualda dostlar sizə deyir. 6-cı sual. Deyir ki, əyləncə parkında uşaqlar üçün taxtadan düzəldilmiş üçbucaq prizma formasında oyun yeri düzəldildi. Oyun yerinin içərisi silindr formasında hazırlandı. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Deməli, mən o hissənin həcmini tapmaqdan ötürü V prizmadan, uşaqlar, V prizmadan çıxmalıyam V silindri. Gəlin bu hissələri etapla eləyək. V prizma, bilirsiniz ki, nə idi uşaqlar? S oturacaq, vurulsun H. S oturacağım da belə olacaq onda. 180 vurulsun 200 böl 2. Hündürlüyümü isə 100'dür. Bu isə mənə verir 180. Yanında da buradan 4 dənə 100. Yəni 1.800.000 santimetrin kubu. Və silindrə gəlin baxaq. Silindir. Silindirdə isə uşaqlar pi r kvadratı vuraq h. Yəni pi-ni də verib bizə mörtəzidə 3. Radius, diametr baxın uşaqlar sizə verib 100 santimetr. Onda radius olacaq nə? 100 santimetr. 100'ün
kvadratı vurulsun. Bir dəqiqə burada. Silindirin hündürlüyü isə 100-dür. Vurulsun 100. Bu isə sizə verəcək 3 yanında 6 dənə 0. Yəni 3 santimetr kubu. Və son 1 milyon 3 milyon. Orada qalacaq 1 milyon 500 min santimetr kubu. Və salam uşaqlar. Videoları bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hər birinizə xoş seyirlər.